Bəzi rivayətlərdə gəlir ki, İmam Hüseyin ağa bəzi adamlar vardı ki, adam göndərmirdi, şəxsən özü gedirdi. Gördü bir dənə çadır yolda, dedi, bu kimin çadırıdır belə? Dedilər, ağa, bu bir dənə xristiyanın çadırıdır. O müsəlman deyil orada olan. Xəbər verdilər İmam Hüseyin ağaya. İmam Hüseyin ağa bilirsiniz neylədi? Qalxdı yerindən, dedi, onda xristiyandırsa, gəl gedək ona İslamı təqdim eləyək, qoy olsun müsəlman. Ağa durur, gəlir özü, öz ayaqları ilə həmin çadıra. Ağa, nə oleydi? Bizim də çətin anlarımızda, bizim də vaxtımızda, bizim də o ən müsibətli dəqiqələrimizdə özün gələrdin öz ayağınla başımızın üstünə. Nə xoşdur ki, zamanə imamı dura gələ sənin evivə, sən qalan yerə, qapını döyə açasan görəsən dövrün imamıdır. Bundan böyük xoşbəxtçilik. Deyir, xanım çıxdı, bir qadın idi, yaşlı bir qadın idi, çıxdı. Salam verdi, cavabını aldı xanım. Dedi, İmam Hüseyin əleyhissalam buyurdu ki, xanım, sizin övladınız yoxdur, tək yaşayırsınız bu çadırda. Dedi, oğlum var, gedib su gətirməyə. Dedi, su gətirməyə, dedi, hə. Ağa keçdi bir yana, əlindəki qılıncla başladı yeri qazmağa. Yeri qazdı, bu qadın da baxır. Gördü yerdən su çıxır. Gördü yerdən su çıxır. İmam Hüseyin əleyhissalam göstərdi ona. Bir xristiyan ailəsidir də. Deyir, su çıxanda bu gördü. İmam Hüseyin ağa qayıtdı. Qaydanda bir söz dedi qadına. Qadına dedi, oğlun gələndə oğluva deyərsən, dünən gecə gördüyü yuxuda həmin o adama qovuşmaq istəyirsə gəlsin dalımca. O adama yuxuda gördüyü adama qovuşmaq istəyirsə gəlsin dalımca. Getdi İmam Hüseyin əleyhissalam. Biraz keçdi, oğlu gəldi. Gördü su. Anacan, mən su dalıcan getmişdim. Bu su nədir belə? Dedi, oğul, bir alicənab insan gəlmişdi, bilmədim kimdir. Soruşdu, salam verdi. Dedi, övladınız var, dedi, mən su dalıcan gedib. Keçdi o tərəfə qılıncıyla qazdı, yeri su çıxdı. O kim idisə, amma çox kəramətli birisi idi. Deyir, bu anda həmin o oğlu qayıtdı, dedi, ana bir adın soruşmadın? Dedi, o adın soruşmadım, amma bir söz dedi gedəndə. Dedi, oğlun dünən gecə yuxuda gördüyü şəxsə qovuşmaq istəyirsə gəlsin dalıcan, oğul deyir, otdu yerə. Deyir, anacan, o kim idi elə, hə? Dedi, bilmirəm, oğul səndir görüm, nə yuxu görmüsən? Dedi, anacan, dünən yuxu gördüm, indi düşdü yadıma. Adam olur da bəzən yuxu görür, yadından çıxır, nəsə olur, yadına düşür. İndi düşdü yadıma. Oğlum, kimi görmüşdün yuxuda? Dedi, Həzrəti İsa'yı Məsihi görmüşdüm yuxuda. Gördüm, 4 nəfər oturub ondan. Gəldim içəri, daxil oldum. İsa'yı Məsihə salam verdim. Mənə qayıtdı, dedi, bunlara da salam verginən. Salam verdim, sonra soruşdum ki, ey Allahın nəbisi, bunlar kimdir belə? Dedi, tanış ol. Bu Həzrəti Muhammed el-Müstəfa sallallahu aleyhi və aleyhi və səlləmdir. Bu Aliyyəl Mürtəzadır. Bu Həsəndir. Bu da Hüseyindir. Salam verdim. Dedi, keç İslamı qəbul elə. Yuxuda deyir, Peyğəmbərin yanında İslamı qəbul elədim. Sonra deyir, mənə İsa-i Məsih buyurdu ki, dedi, bu 4-cü şəxs var, Hüseyin. Həmin o cavan oğlanın adı Vəhəb idi. Mənə qayıtdı, dedi, Vəhəb, bu Hüseyni tək qoyma, bu Hüseynə kömək eləyərsən. Ayıldım yuxudan. Anacan, o gələn yuxuda gördüyüm Hüseyin ibn Əli idi. Durur gedir, İslamı qəbul eləyir. Tarix bu cürdə yazır. Deyir, 17 gün idi ki, Vəhəb evlənmişdi. Haniyə adında bir dənə yoldaşı vardı. 17 gün idi.
anası, özü, həyat yoldaşı. Hamısı İslamı qəbul eləyir, qoşulurlar İmam Hüseynə.